Maaşlar və təqaüdlər bu tarixdən artırıla bilər. Xəbərə keçməzdən əvvəl buradakı üstəgələ toxunun ki, kanala abunə olasınız. Bildiyiniz kimi əziz izləyicilər, bu il Azərbaycanda minimum əmək haqqı və təqaüdlər artırılmadı. Lakin qanunvericilikdə edilmiş dəyişikliyə əsasən Azərbaycanda ildə ən azı bir dəfə minimum əmək haqqıya yenidən baxılmalıdır və əmək haqqı artırılmalıdır. Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Unikalaza açıqlamasında bildirib ki, sözü gedən məsələyə may və iyun aylarında parlamentdə baxılacaq və parlamentdə yeni layihə müzakirəyə çıxarıla bilər. Onun proqnozuna görə Azərbaycanda minimum əmək haqqı 10-15% civarında artırıla bilər. Qeyd edim ki, minimum əmək haqqının artırılması təkcə minimum əmək haqqının deyil, büdcədən maliyyələşən şəxslərin maaşlarına birbaşa təsir edir. Belə ki, indeksləşmə əsasında həmin şəxslərin də maaşı minimum əmək haqqının artım faizinə yaxın bir faizdə artırılır. Ona görə də minimum əmək haqqının artırılması bir çox şəxslərin maaşlarının və təqaüdlərin artırılmasına gətirib çıxarır.